xülasə bizə qoyublar. O cür olar. Bu günləri dünən divan bir anda Risale-i Təfasir-i Şərifəni açaq və yenə də 3-cü kitabı da açaq. Divan-ı Nəzm-i Türki deyə adı ilə görünür. Divan-ı Əskəri dünən açmışıq, tamam. Bəli çəkiblər ya deyək ki, çəkiblər, çərçivə çəkiblər. Yazılıbdır. Bu kitabın əvvəlləri, yəni şeir bölümü hamısı bir xətt ilə yazılıbdır. Əskəri adında bir şəxsin adıdır ki, Divan-ı Əskəri oradan gəlir. Amma elə ki, bu xəttin keçirik, bəzən də o şeirlər uzun qıssa olur. Onlardan da ya bəzən o qırmızı xəttlər cizgilər çəkiblər, onlar da qalin-nazik olur. Bunlardan çəkiblər, onlar da qalin-nazik olur. Bunlardan keçəndən sonra kitabda 276 səhifədir. Bunun axirləri do beytilərdir. 2 beyti ya beləsi desək ibarətdir. Bəzən adcacan fərq eləyə bilir. PDF-in 93-cü səhifəsində ondan sonra bir tarixlər başlayır. Biz burada tarixlər görürük, şeirlər görürük, ayrı xətt ilə ki, əslən o kitaba ilgisi yoxdur. Bunlar sonra yazılıbdır. Sonra yetişirik yenə Bismillahirrahmanirrahim ilə bir mətn başlayır. Görürsünüz bir ayrı xətt ilədir. O 2 xətt ilə yenə fərqlidir biraz. Hətta bəlkə bundan biri ola bilər. Bununla da məncə bir deyil, yəni onunla da bir deyil. Bu da bir uzun mətləbdir yazılır və burada qutarır. Yenə aynı xəttinə bir ayrı mətləb başlanır və davam edir. Bu aynı xətti əlyazma, əlbəttə biraz fərqlidir yenə də ondan əlbəttə. Və bu da bir uzun əlyazma, düz yazmadır, nəsridir. Bu da hər halda bu səhifədə ehtimalən yarımçılıq qalır. Çünki cümlənin axırı ötürü cəhətçi, ötürü ki, cəhətçi deyə cümlənin qalanı qalıbdır. Burada da yenə bir də yazılar görürük və kitabın sonuna gələndə yenə də burada bir də yazılar görürük ki, ehtimalən fehrist bunların içindədir. Surət-i vəsiyyətnamə, burada da bir vəsiyyətnamədən danışır və tarix qoyubdur 1298. Kitabda çoxlu tarixlər var ki, bununla ilgisi yoxdur. Hər halda gördük, bu da bir ayrı kitabdan cırıqlardır, götürüblər, səfələrdir, qoyublar bu kitabın içinə. İndi qeydaq bu kitabın əvvəlinə və bu kitabın həm axtarış və burada da görürük ki, tarixlər yazılıb, 3 dənə 4 dənə tarix yazılıbdır. Gəlirik Bismillahirrahmanirrahim şeirə. Buna girməmişdən öncə PDF nədir bu? Biraz məlumat istəyək ki, mənim əlimdə bir əlyazma kitabın var, Divan-ı Əskəri deyə kitab və yazarı bilərsin. İndi əlbəttə harada saxlanır? Bu kitab İstanbul'da Süleymaniye Kitabxana